Sizlərlə birlikdə necə YouTube kanalı silinir, onu öyrədəcəm. Birinci Google-a giririk, şəklimizin üstünə vururuq. Google hesabını idarə et. Buna basdıqdan sonra data və məxfilik sözünü giririk. Aşağı sürüşdürürük. Google xidmətini silin. Burada Google hesabını yox, Google xidmətini silin sözünə basdıqdan sonra bizdən barmaq izimizi istəyəcək. Siz ora barmaq izinizi ya da kilit kodunuzu yazırsınız ya da hesabın parolunu yazdıqdan sonra sizə qabağınıza belə bir ekran çıxacaq. Burada YouTube sözünə yanında silmə işarəsini basırsınız. Burada kanalı gizlətmək istəyirəm basanda kanalı silir, amma təzə yeni aça bilirsiniz. Burada həmişə silmə sözünə basanda orada məsələn bunun altında yazıbdır. Məsələn ki, nədir? Orada baxdıqlarınızı gedəcək, başqa şeylər də gedəcək. Amma eləcə kanalı bağlamaq istəyirsinizsə, bu ikisini seçib kanalımı gizlədin sözünə basırsınız. Gizlədin sözünə basdıqdan sonra kanalınız bağlanmış olur. Bu qədər.